Qoç bürcü. Enerji boldur, ideyalar axır və ən əsası, atmosfer irəliləmək üçün əlverişlidir. Əgər müəyyən bir işi təxirə salmısınızsa və ya kurs, yeni bir təhsil və ya yeni bir layihə almaq istəyirsinizsə, indi başlamalısınız. Bunun tam vaxtıdır. Uğur açıq və dürüst davrananlara gəlir. İşdə intriqalardan çəkinin. Danışıqlardakı hər hansı bir hiylə sizə qarşı işləyəcək və həmkarlarınız və tərəfdaşlarınız bunu hiss edəcəklər. Dostluq və şəffaflıq daha təsirli olur. Bu yanaşma real nəticələr verəcək. Sənədlərə və rəsmi proseslərə nəzarəti saxlayın, təşkilatçılıq indi xüsusilə vacibdir. Ailənizdə və işdə yüksək səviyyədə etimad saxlayın. Prioritet müəyyənləşdirmək lazımdırsa, bunu bir tərəfli deyil, yaxınlarınız və ya həmkarlarınızla birlikdə edin. Məsələləri birlikdə müzakirə etmək, münasibətləri gücləndirir və anlaşılmazlıqların qarşısını almağa kömək edir. Maliyyə baxımından bu həftə sevincli olacaq. Pul, nizam-intizam və dürüstlük olan yerdə gəlir. İstənilən bonuslar və xoş sürprizlər təsadüfən deyil, yaxşı səbəblə qazanılacaq. Hər şeydə açıq olun. Bu həftə sizin əsas kozırınızdır. Dürüstlük hazırda istənilən ağılı strategiyadan daha yaxşı işləyir. Boğa bürcü. Həftə içi günlər sizə böyük bir təkan verəcək. Bol enerjiniz olacaq. İşlər irəliləyir və yeni çətinliklərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Bu vaxtdan maksimum yararlanın. Uzun müddətdir təxirə saldığınız işləri görün, hələ də resurslarınız varkən çətin məsələləri həll edin. Həftənin ortalarına doğru işlər yavaşlamağa başlayacaq. Dincəlmək, sakit olmaq, yığılmış düşüncələrinizi qaydaya salmaq istəyi hiss edəcəksiniz. Buna müqavimət göstərməyin. Sadəcə iş yükünüzü tənzimləyin. Ulduzlar münasibətlərinizdə biraz daha diqqətli olmağı tövsiyə edir. Bu günlərdə rastlaşdığınız hər kəs tam etibarınıza layiq deyil. Hələlik tanımadığınız insanlara açılmayın. İş münasibətləri gözlənilmədən istiləşə və daha çox şeyə, yoldaşlığa, səmimi əməkdaşlığa və ya hətta dostluğa çevrilə bilər. Bu arada köhnə dostluq romantik bir şeyə yaxınlaşmaq riski daşıyır. Bu dəyişikliklərə diqqət yetirin. Onlar olduqca həyəcan vericidir. Pul məsələsində işlər o qədər də aydın deyil. Bu həftə həm xoş gəlir, həm də gözlənilməz xərclər gətirəcək. Planlaşdırılmamış bir şeyə pul xərcləməzdən əvvəl ehtiyacı diqqətlə nəzərdən keçirin. Həftə ortasında enerjinizə qənaət edin. Vaxtınızı əhəmiyyətsiz şeylərə sərf etməyin. Sonra həftə sonuna qədər həqiqətən vacib olan şeylər üçün enerjiniz qalacaq. Əkizlər bürcü. Həftənin əvvəli səbir tələb edəcək. İş, ünsiyyət və əhval-ruhiyyədə kiçik çətinliklər mümkündür. Panikaya düşməyin və nəticə çıxarmağa tələsməyin. Bu müvəqqətidir və öz-özünə keçəcək. Lakin həftənin ikinci yarısından etibarən mənzərə dəyişir. Gözlənilməz görüşlər, maraqlı tanışlıqlar və karyera imkanları yaranacaq. Köhnə dostunuz və ya həmkarınız dəyərli bir şey təklif edə bilər. Bu cür təklifləri rədd etməyin. Daha yaxından baxın. Həftənin əvvəlində pulunuzla ehtiyatlı olun. İmpulsiv alış-verişlərdən və emosional xərclərdən çəkinin. Ailənizin ortaq büdcəsi varsa, razılığa hörmət edin. Həftə sonuna qədər maliyyə vəziyyətiniz sabitləşəcək və xoş bir şeylə məşğul ola biləcəksiniz. Həftənin ikinci yarısı münasibətləri daha da yaxınlaşdıracaq. Həmişəkindən daha çox vaxtınızı partnyorunuz və ya sevdiklərinizlə keçirin və təşəbbüs göstərməkdən çəkinməyin. Bəzən sadəcə birlikdə axşam keçirmək təklifi münasibətlərinizi isindirmək üçün kifayətdir. Çətinliklərə fikir verməyin. Onlar bütün dövrü müəyyən etmir. Həftənin ortasına və həftə sonuna qədər gözləyin. Ən böyük hədiyyəniz oradadır. Xərçəng bürcü. Qarşıda məşğul günlər var və mütləq darıxmayacaqsınız. Görüləsi çox şey olacaq. Daha çox məsuliyyət olacaq və tanış mühit sizi məyus edə bilər. Amma çox tez əsəbiləşməyin. İsrarla irəliləsəniz,
və başqasının problemlərinizi sizin üçün həll etməsini gözləməsəniz, bütün bunların öhdəsindən gəlmək olar. Bu həftənin əsas qaydası emosiyalara deyil, faktlara etibar etməkdir. Hər hansı bir qərar verməzdən əvvəl dəqiq və təsdiqlənmiş məlumat toplayın və öz təcrübənizi dinləyin. Emosional impulslar inandırıcı görünsələr belə, indi ən yaxşı məsləhətçi deyil. İnsiyyət qurarkən, hətta yaxşı tanıdığınız insanların belə təəccüblü şəkildə hərəkət etməsinə hazır olun. Bunu xəyanət kimi qəbul etməyin. Hər kəs çətin anlar yaşayır. Dəstək təklif edildikdə onu qəbul etməyi öyrənin və həmkarlarınıza rəqib kimi baxmayın. Maliyyə vəziyyətiniz sabitdir. Ödənişlərdə gecikmələr mümkündür, amma əhəmiyyətli itkilər baş verməyəcək. Xərclərinizi əsassız nikbinli olmadan planlaşdırın. Həftə sonu yaxınlaşdıqca şəxsi həyatınızda yeni bir şey ortaya çıxacaq. Barışıq, yenilənmiş münasibətlər və ya hətta yeni bir münasibət üçün fürsət. Enerjinizi şəraitlə mübarizə aparmağa sərf etməyin, onu öz inkişafınıza yönəltmək daha yaxşıdır. Dözümlülük hazırda ən böyük vasitənizdir. Şir bürcü. Həftənin əvvəli səbir tələb edəcək. Hərəkət etməkdən daha çox müşahidə və təhlil etməli olacaqsınız. Və bu, zəiflik deyil, düzgün taktikadır. Başqalarından müəyyən məsafə saxlayın. Başqasının məsləhətini qəbul etməzdən əvvəl vəziyyəti özünüz başa düşməyiniz vacibdir. Yaltaqlıqdan və tez qazanc vədlərindən ehtiyatlı olun. Əgər kimsə sizi pul yatırmağa və ya riskli bir qərar verməyə inandırmağa çalışırsa, tələsməyin. Məlumatı yoxlayın, yalnız bəyəndiyiniz insanlarla deyil, həqiqətən etibar etdiyiniz insanlarla məsləhətləşin. Ətrafınızdakı yaşlıların və təcrübəli insanların fikirlərinə hörmət edin. Onların fikirləri indi xüsusilə dəyərlidir və vacibdir. Hər hansı bir səfər, böyük əməliyyat və ya böyük addım barədə tədbir görməzdən əvvəl məlumatlı biri ilə müzakirə etmək ən yaxşısıdır. Həftənin sonuna qədər işlər yoluna düşəcək. Xoş xəbərlər və maraqlı təkliflər gələcək və təcrübənizi çoxdan ehtiyac duyduğunuz yerdə tətbiq etmək imkanınız olacaq. Həftə sonu axşamları ailə mühitində həqiqətən isti ola bilər. Hobbi paylaşmaq və ya sadəcə sakit bir şam yeməyi yemək yaxınlıq hissini geri qaytara bilər. İşləri tələsdirməyin. Uğur vaxtınız gələcək və o artıq çox yaxındır. Qız bürcü. Həftənin ilk yarısı işləri qaydasına salmaq üçün vaxtınızdır. Kiçik, yarımçıq qalan istənilən işlə məşğul olun, nəyin səhv getdiyini təhlil edin və tələsmədən sakitcə düzəldin. Bu cür fəaliyyət hazırda istənilən yeni təşəbbüsdən daha vacibdir. Həftənin ortalarına və sonuna yaxın atmosfer dəyişir. Yeni tanışlıqlar və qeyd etmək üçün səbəblər yaranacaq. Lakin planlar gözlənilmədən və qəfil dəyişə bilər. Bundan narahat olmayın. Sadəcə adi haldan daha çevik olmağa çalışın. Ünsiyyətdə ifratçılıqdan çəkinin. Hər təklifə avtomatik olaraq razılaşmayın. Eyni zamanda prinsipcə rədd etməyin. Düzəştlər axtarın, müzakirə edin və diqqətlə qulaq asın. Bu, həm işə, həm də şəxsi həyatınıza aiddir. Yeri gəlmişkən, keçmişinizdən kimsə qəfildən, üfüqdə peyda ola və həyatınızda tamamilə yeni bir rol oynaya bilər. Buna müsbət maraqla yanaşmağa çalışın. Maliyyə sahəsində planlaşdırılmamış şeylərə pul xərcləməsəniz, hər şey tarazlaşacaq. Maliyyə tarazlığı indi intizamdan asılıdır. Münasibətlərdə xoş dəyişikliklər mümkündür. Yeni hobbilər, təsadüfi olmayan təsadüfi görüşlər. Həftənin əvvəlinə lazımsız işləri təxirə salın və həftə sonu yaxınlaşacaq maraqlı şeylər üçün yer ayırın. Tərəzi bürcü. Bu 7 gün sizə özünüzə güvənməyi öyrədir. Ətrafınızda yaxşı insanlar olmadığı üçün deyil, indi özünüzü sakitləşdirməyin vaxtı olduğu üçün. Dəstəyin olmadığı yerdən dəstək axtarmayın. Özünüz hərəkətə keçin və tək başına nə qədər şeyə nail ola biləcəyinizə təəccüblənəcəksiniz. Yalnız ürəyinizin səsini deyil, həm də ağlınızın səsini dinləməyi öyrənin.
Bu həftə emosiyalar sizi yoldan çıxara bilər, amma məntiq düzgün qərarlar qəbul etməyinizə kömək edəcək. Tanımadığınız insanlarla mübahisələrdən çəkinin. Bu müzakirələr heç bir nəticə verməyəcək. Gündəlik qaydalara əməl edin. Kifayət qədər və keyfiyyətli istirahət düşündüyünüzdən daha vacibdir. Romantik münasibətlərdə səbrli olub, partnyorunuza biraz yer versəniz, hər şey yoluna düşəcək. Hər addımı nəzarətdə saxlamağa çalışmayın. Bu yalnız gərginlik yaradır. Qarşılıqlı gözləntilər haqqında dürüst söhbət, səssiz şikayətlərdən daha faydalı olacaq. Pul məsələsində yalnız zəruri xərclər çəkin. İmpulsiv qərarlar qəbul etməyin. Müqavilələri və razılaşmaları tam oxuyun və tələsik heç nə imzalamayın. Özünüzü birdən çox sahəyə ayırmayın. Həftə üçün bir əsas tapşırığı seçin və onu sona qədər yerinə yetirin. Bu özünə inam, mənəvi məmnuniyyət və fayda gətirəcək. Əqrəb bürcü. Bu həftə canlı və məhsuldar olacağına söz verir. Əsas mövzu komanda işidir. Şəxsi uğurunuz birbaşa başqaları ilə, həmkarlarınız, tərəfdaşlarınız və yaxınlarınızla nə dərəcədə yaxşı ünsiyyət qurmağınızla bağlıdır. Hər şeyi tək başına etməyə çalışmayın. Bu dövrdə birlikdə işləmək daha təsirli olur. Hər hansı bir təşəbbüsü əvvəlcədən müzakirə edin. Başqalarına zorla yükləməyin. Bu həm işə, həm də ailəyə aiddir. Şəxsi və işgüzar məsələləri ayırmaq ən yaxşısıdır. Dəqiq sərhədlər saxlayın. Ünsiyyət qurarkən vacib olanlara diqqət yetirin. Boş söhbətlər və dedikodular yalnız vaxt itirir və sözün əsl mənasında zehni enerjini oğurlayır. Maliyyə baxımından bu həftə ümidvericidir. Gəlir gözləniləndən daha yüksək ola bilər. Mənfəət razılaşmalar və birgə layihələr vasitəsilə əldə ediləcək. Ona görə də tərəfdaşlıqları laqeyd yanaşmayın. Maliyyə intizamı vacib olaraq qalır. Vaxtından əvvəl rahatlamayın. Şəxsi həyatınızda gözlənilməz bir əlaqə mümkündür. Ofis romantikası və ya peşəkar çevrənizdə yeni güclü bir dostluq. Bu çox həyəcan verici ola bilər. Sosial əlaqələrinizə və ətrafınızdakı insanlara investisiya qoyun. Diqqətli, dəstəkləyici olun və komandanıza dəyər verin. İndi ən böyük mükafatları məhz bu alacaqsınız. Oxatan bürcü. Bu dövrdə çətin günlər yaxşı günlərlə əvəz olunacaq və bu normaldır. Əsas odur ki, tələsməyin və emosiyaların qərarlarınızı diktə etməsinə imkan verməyin. Tələsik hərəkət etmək istəyi hiss etdiyiniz zaman nəfəs alın, fasilə verin və mənfi düşüncələrə qapılmayın. Bir saatdan sonra vəziyyət tamamilə fərqli görünə bilər. Bütün sənədləri və yeni təklifləri nəzərdən keçirin. Sadəcə başqası xahiş etdiyi üçün heç nəyi qəbul etməyin. Öz araşdırmanızı aparın. Bununla belə, dostların və ya ailənin dəstəyi ilə bağlı məsələlər daha yaxşı gedəcək. Yaxınlarınızın xahişlərini qulaq ardına vurmayın. İndi birlikdə qalmaq vacibdir. Uşaqlar və ya daha gənc ailə üzvləri ilə bağlı məsələlər həmişəkindən biraz daha çox vaxt və diqqət tələb edəcək. Onları təxirə salmayın. İndi həll etmək daha yaxşıdır. Həftənin sonuna qədər bəzi kiçik maliyyə sürprizləri olacaq. Kiçik bir qazanc, gözlənilməz hədiyyə və ya xoş bir sürpriz. Romantik baxımdan da işlər yaxşılaşacaq. Xüsusən də kiçik bir güzəştə getməyə və səbrə güvənməyə hazırsınızsa. Bu həftə çətin anlarda bütün körpülərini yandırmaqdan çəkinənləri mükafatlandırır. Oğlaq bürcü. Sizi vacib bir dövr gözləyir. İndi irəliləyiş, yeni müttəfiqlər tapmaq və aktiv ünsiyyət vaxtıdır. Amma bir məsələ var. İdeyalarınızı hər kəslə bölüşməyə tələsməyin. Hazırda üzərində işlədiyiniz şeyi özünüzdə saxlamağınız ən yaxşısıdır. Rəqiblər həmişə diqqətdədirlər və yaxşı ideyaların yetkinləşməsi üçün vaxt lazımdır. Vacib qərarları müstəqil şəkildə, heç kimin təsiri altında vermədən verin. Məxfi məlumatlarla ehtiyatlı olun. Hətta qeyri-rəsmi şəraitdə belə çox şey açıqlamayın. Məxfi şəkildə ünsiyyət qurmaq və heç kimi rəsmi tənqid etməkdən çəkinmək ən yaxşısıdır. Həftə sonuna yaxın
Yeni müttəfiqlər peyda olacaq və sonra daha yaxından baxa bilərsiniz. Etibarlı insanlara etibar edin, amma hələlik tanımadığınız insanlardan ehtiyatlı olun. Əsas gəlir mənbəyiniz işinizdir. Şübhəli investisiyalardan və ya image naminə pul xərcləməkdən çəkinin. Yalnız sizə həqiqətən fayda verən şeylərə sadiq qalın. Şəxsi həyatınızda gözlənilməz bir əlaqə mümkündür. İstər ofis romantikası, istərsə də uzun müddətdir davam edən və nəhayət üzə çıxan bir şey. Sakit və inamla çalışın. Nəticələriniz tezliklə öz sözünü deyəcək və məhz o zaman təbii olaraq yeni imkanlar yaranacaq. Dolça bürcü. Bu həftə sizə yeni işlər üçün yaşıl işıq yandırır. Başlamaq, vacib bir işə başlamaq və düzgün istiqamətdə ilk addımı atmaq üçün əlverişli zamandır. Amma bir şərt var, müstəqil və inamlı hərəkət edin. Qərarsızlıq hazırda uğurunuzun əsas düşmənidir. Maliyyə qərarları verməzdən əvvəl bazar vəziyyətini araşdırın. Yaşlı və daha təcrübəli insanların məsləhətləri indi xüsusilə faydalıdır. Onu rədd etməyin. Lakin son qərar həmişə sizin olmalıdır. Ailənizdə və yaxınlarınızla biraz daha dəstək olun. Təsdiqiniz və diqqətiniz ətrafınızdakılar üçün çox şey ifadə edir. Sadə, lakin səmimi jestlərlə münasibətlərinizi gücləndirin. İşdə həmkarlarınızın və dostların dəstəyi real karyera perspektivləri açır. Komandanızı laqeyd qoymayın. Maliyyə baxımından həftə yaxşı inkişaf edir. Gəlir sabitdir və səbirli yanaşmayla investisiyalar nəticə verəcək. Əsas xərcləri həftə sonuna qədər təxirə salmaq ən yaxşısıdır. Şəxsi həyatınızda, peşəkar və ya dostluq dairəsində romantik münasibətlər ehtimalı yüksəkdir. Həftənizə sizin üçün vacib olan bir şey üzərində konkret bir hərəkətlə başlayın. Bu ilk addım bütün həftə üçün ton müəyyən edir. Balıqlar bürcü. Məhsuldarlığınız artmaqdadır və bu əla xəbərdir. Əgər ardıcıl və mütəşəkkil olsanız, xüsusən də cümə və həftə sonu yaxınlaşdıqca nəticələri tez görəcəksiniz. Hazırda xaos sizin dostunuz deyil. Nə qədər aydın planlaşdırsanız, nəticə bir o qədər yaxşı olar. Büdcənizi əvvəlcədən planlaşdırın və maliyyə məsələlərində havada qalalar tikməyin. Realist qiymətləndirmə artıq istənilən nikbin proqnozlardan daha etibarlıdır. İş-həyat balansını unutmayın. Həddindən artıq yüklənmə ən çox ehtiyac duyduğunuz anda səmərəliliyinizi azaldacaq. Ailənizlə məsləhətləşin və yüksək vəzifəli həmkarlarınızı dinləyin. Onların təcrübəsi düşündüyünüzdən daha dəyərlidir. Münasibətlərdə etibar kiçik, lakin vacib addımlar vasitəsilə qurulur. Diqqətinizi göstərmək fürsətini qaçırmayın. Əgər özünüzü yaradıcılıq baxımından zəif və ya yorğun hiss edirsinizsə, qısa müddət olsa belə fəaliyyətinizi və ya mühitinizi dəyişdirməyə çalışın. Bu, sizi istənilən tətildən daha yaxşı enerji ilə təmin edəcək. Biznesdə uğurlu sövdələşmələr və maraqlı təkliflər gözlənilir. Amma kreditlərdən uzaq durun. İndi borc öhdəlikləri üçün vaxt deyil. Romantika baxımından bu həftə isti keçəcəyini vəd edir. Güclü hisslər, yeni hekayələr və ya mövcud harmoniyanın möhkəmləndirilməsi mümkündür. Planınızı əlinizdə saxlayın və hər gün yoxlayın və həftə sonuna qədər özünüzlə fəxr etmək üçün daha çox səbəbiniz olacaq.